xeyir olsun değerli izləyicilərim. Bugün də görüşünüzə maraqlı və ibrətamiz bir hekayə ilə gəlmişəm. Bu hekayədə də öyrənməli olduğunuz çox incə məqamlar var. Məni diqqətlə dinləsəniz, bütün məlumatları elə hekayənin özündən əldə edəcəksiniz. Qəribə bir kənd var imiş. Bu kəndin sakinləri axşam çağları qaranlıq düşən kimi bir-birinin evinə oğurluğa girərmiş. Bu adət bütün kəndi bürüyən bir adət imiş. Hər kəs adət üzrə hər axşam işığını söndürər, evini tərk edər, digərinin evinə oğurluğa gedərmiş. Bu adət heç kim üçün qəribə sayılmırdı və heç kim bu kənddə itirməz, əksinə isə hər zaman qazançlı çıxardılar. Lakin hər yerdə olduğu kimi bu kəndin də istisna halları mövcud idi. Hansı ki bir sakin var idi ki, o heç bir zaman oğurluğa getməzdi və onun evinin işığı da həmişə yanılı olardı. Hər axşam onun evinə oğurluğa gəlmək istəyən digər sakinlərdən görərlər ki, bunlar evlərində əyləşib kitab oxuyurlar və işıqları da hər zaman yanılıdır. Bu bir müddət bütün sakinləri narahat edən bir məsələyə çevrilir. Sonra bütün kənd sakinləri bir araya gəlib qərara gəlirlər ki, həmin sakini məzəmmət etsinlər, danlasınlar, onu tənbih etsinlər ki, o bu adət ənənəni pozmasın. Yığışıb həmin sakinin evinə gedər və bildirərlər ki, yaxşı, başa düşdük, sən oğurluq etmirsən, heç kimin evinə oğurluğa getmirsən. Amma gəl bunu qəbul elə ki, bu bizim adətimizdir və sən bu hərəkətinlə bizə mane olursan. Odur ki, zəhmət olmasa, hər axşam evinin işığını söndür və evini tərk elə. Kənd sakinləri bu sakini o qədər məzəmmət edirlər ki, sakin artıq belə qərara gəlir ki, öz evini tamamilə tərk eləsin. Bir müddət onların dediyi kimi hər axşam evinin işığını söndürüb, kəndi gəzməyə çıxar ki, oğrular öz işlərini yerinə yetirsinlər. Beləcə, kənd sakinləri biri digərindən oğurluq edə-edə getdikcə varlanarlar. Amma oğurluq etməyən bu sakin günün birində, axşam saatlarında yenə oğurluq üçün işığını söndürüb getdiyi müddətdən sonra evə qaydanda görər ki, evinin ən sonuncu əşyası da artıq oğurlanıb. Beləliklə qərara gələr ki, elə başda verdiyi qanun, qayda, qərar ən doğrusuymuş. Bu kəndi tərk etmək lazım imiş. Beləcə, ona heç nə qalmayan o evdə kitablarını götürüb, kəndi tərk etməyə başlayır. Və zamanla kənd sakinləri bir-birlərindən etdikləri oğurluğa görə çox varlanarlar, zənginlənərlər və beləcə hətta o həddə gələr çatar ki, artıq oğurluq etsin deyə maaşlı oğurlar tutarlar. Təsəvvür edin ki, biri digərinin evindən oğurluq etsin deyə bir-birlərinə maaş verib bu işi icra etdirirlər ki, bu adət ənənə pozulmasın. Elə bir məqam gəlir çatır ki, artıq maaşlı oğrular da həddini aşır, kənd cəmaatı lazım olan sərhəddi çox hədsiz dərəcədə aşıb və bütün kəndə zərər yetirərlər. Və beləcə həbsxanalar açılmağa başlayır, qanuna nəzarət edənlər artmağa başlayır. Beləcə, belə bir qayda çıxır ki, artıq heç kimin evindən oğurluq etməməlidir. Həbsxanalar açılır, cəzalar tətbiq edilir, oğurluq tamamilə yığışdırılır. Və bütün kənd müflis olur. Hətta oğurluqla varlananlar belə. Sonda bütün kənd sakinləri bir araya gəlib, belə qərara gəlirlər ki, heç bir zaman heç kimin evindən oğurluq etməyən, gecələr daim işığı yanan, onların məzəmməti ilə oğurluq üçün onlara şərait yaradan və ən sonda tamamilə müflisləşdiyini görüb, kəndi tərk edən həmin sakini axtarıb tapsınlar. Ona görə tapsınlar ki, həmin sakin yaxınlaşsın, gəlsin, qayıtsın yenidən kəndə və onlara rəhbərlik öyrətsin. Çox axtarırlar, arayırlar, artıq kənddə yaşamayan, kənddən çox uzaqlaşan həmin sakinlə bağlı məlumatı ucdan bucaqdan qonşu kəndlərdən almaq üçün əməlli başlı enerji sərf edirlər. Və nəhayət həmin sakini tapırlar. Qapısını döyüb yalvarırlar ki,
kəndə geri qayıtsın. Kəndə yenidən adət-ənənə gətirsin. Qaydalar, qanunlar qoysun. Bir sözlə, bütün kənd sakinlərinə başçılıq eləsin. Lakin həmin küsüb gedən və yaxud da ki, kəndin bu vəziyyətinə tab gətirməyib, özünü o kəndə yaşayanlara aid etməyib, o kəndi tərk edən şəxs böyük təəssüf içində həmin sakinlərə baxır, çox məyus bir halda deyir ki, əgər ən ədalətlini son məqamda axtarırsınızsa, deməli artıq çox keçdi. Əziz izləyicilərim, aranızda çoxluğun razı olduğu, çoxluğun icra etdiyi hansısa bir hərəkət doğru hərəkət sayılmamalıdır. Sürü psixologiyası ilə ətrafınızda 5-10 nəfər eyni şeyi təsdiqləyir, razılıq bildirir və yaxud da ki, normallaşdırırsa, bu bir cəmiyyət üçün normal qəbul edilməməlidir. Və aranızda həqiqətən də sizə qoşulmayan, sizin adət-ənənələrinizlə, yanlış adət-ənənələrinizlə oturub durmayan şəxslər varsa, onları xor görməyin. Bir gün çıraqla, lampa işığında, şam işığında həmin insanları axtara-axtara qalacaqsınız ki, onlar sizin məhv etdiyiniz ədaləti bir gün bərpa edə bilsinlər. Amma o zaman artıq həm sizin üçün, həm də cəmiyyət üçün gec olacaq. Ədalətli və doğru yolda olan, sizə də doğruluğu ilə örnək olan insanların dəyərini bilin. Onları küstürməyə və cəmiyyətdən uzaqlaşdırmağa çalışmayın. Elə edin ki, bir gün ədalətsiz bir cəmiyyətdə həmin ədalətli insanlara möhtac qalacağınız fikrini yadınızdan çıxartmayın. Növbəti videomuzda görüşərik.